Aziz, yəni Azərbaycan-İsrail qəzetinin 10 aprel 1992-ci ildə yayımlanmış ilk sayını müşahidə edirsiniz. Qəzetin ilk buraxılışında bir şəxsin adı diqqət çəkir. Əbülfəz Elçibəy. O həmin vaxt hələ prezident olmamışdı. Amma İsrail qəzeti artıq onu Azərbaycan xalqına bir lider kimi təqdim etməyə başlamışdı. İndi isə sizi Elçibəyin ən yaxın dostu Nemət Pənahlının bu çıxışı ilə baş-başa buraxıram. 3 nəfər beynəlxalq Yəhudi icmasının nümayəndələri bizlə danışıb. O vaxt mən 26 yaşım vardı. Bu günlər gənclər deyəndə nəzərə alın bunu. Mən də təcrübəsiz, gənc bir adamam. Bunlar bizə dedilər ki, bizə əməkdaşlıq təklif elədilər ki, bizə maliyyə təklif elədilər. Sonra dünya çapında bizim təbliğatımızı aparmağı təklif elədilər. Və ondan sonra qayıtdılar ki, sizi KGB-nin repressiyasından qoruyarıq. Mən də təsəvvür edirəm, KGB-nin zindanından təzə çıxmış adam. Ehtiyacımız var, havası kimi. Yox, ehtiyacımız yox, sual verdim. Təəccüb elədim ki, kimsən ki, gəlib 3 nəfər adam oturubdu mühamda, başından yekə danışırdı, mənə belə gəldi da. Dedim, başa düşürəm, sizin pulunuz var, bizə pul verəsiniz. Bunu başa düşdüm. Qəzetiniz də var, bizi qəzetinə təbliğ eləyəsiniz. Siz kimsiz ki, bizi KGB-nin repressiyasından qoruyasınız? Və onda gülümsədi, təkrar mən də gənc bir adam. Və mən oradan siyonizmin izinə düşmüşəm, biləsiniz. Nə deyirsiniz? Dedi ki, KGB-ni də idarə eləyən bizi, Massadı da idarə eləyən bizi, CIA-ını da idarə eləyən bizi, MIT-i də idarə... Bunları saydı, mən onda bu təşkilatların adını yeni eşidirdim. Dedi, bizim icazəmiz olmadan kimsə KGB həbs edə bilməz, kimsə buraxa bilməz. Həmin məntiqə sizi onlar mı həbs etdirmişlər onun dediyinə görə? Mən onları qeyri-ciddi qəbul elədim. Bəli. Qəbul eləmədim, imtina elədim. Hələ təkrar Xalq Cəbhəsinin yaranması 15 gündür. Maksimum onda da cəmiyyətdə Əbülfəz bəydə çox az bir çevrədə. Əbülfəz bəylə onlar getdilər, danışdılar, razılaşdılar, saziş bağladılar. Ondan sonra gedib mən prosesi gördüm.